Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump sabiq Ağ Ev rəhbəri Joe Bidenin avtoqələmdən istifadə etməsini yenidən gündəmə gətirib. Trump Federal Ehtiyatlar Sisteminin İdarə Heyətinin bəzi üzvlərinin təyin edilməsinin qanuniliyinin araşdırılmasını tapşırıb. O, Bidenin bu quruma bir sıra şəxsləri təyin edərkən avtoqələmdən istifadə etdiyini düşünür. Trumpın sözlərinə görə, Federal Ehtiyatlar Sisteminin İdarə Heyətinin sədri Jerome Powell də bu yolla vəzifəyə seçilib. O, sözü gedən qurumda işləməsinə icazə verilməməli şəxslərin işlədiyini söyləyib. Trump vəziyyətin yoxlanılması üçün Maliyyə naziri Scott Bessentə müraciət edib. Ağ Ev rəhbəri bildirib ki, ölkə başçısının xüsusi icazə olmadan belə sənədləri imzalamaq üçün avtoqələmdən istifadə etmək hüququ yoxdur. 47-ci prezident Joe Bidenin avtomatik cihazla imzaladığı sənədlərin təxminən 92% təşkil etdiyini vurğulayıb. Təcrübə göstərir ki, prezidentlərin avtoqələmdən istifadə etməsinə tam icazə var. Bir sıra liderlər, o cümlədən Donald Trump da bundan istifadə edib. İndi əsas sual budur ki, Trump neçə qanunu ləğv edəcək? Bunun nəticəsi Trumpın edəcəyini söylədiklərinin genişliyidir. Bu, hər hansı bir icra sərəncamı deyil. Sabiq prezident Joe Bidenin icra sərəncamlarının 92%-ni avtoqələmdən istifadə eləyərək verdiyi görünür. Donald Trump təkcə 10 ay ərzində ölkəyə trilyonlarla dollar daxil olduğunu deyib. O, Biden administrasiyasının dövründə qiymətlərin artdığını vurğulayıb. Həmçinin ölkə tarixində ən yüksək inflyasiya yaşanıb. Trump Federal Ehtiyatlar Sisteminin İdarə Heyətinin sədri Jerome Powell-i də tənqid edib. Ağ Ev rəhbəri bu postla bağlı dəyişikliklər edəcəyini gizlətməyib. Bu istiqamətdə Trump bir sıra şəxsləri nəzərdən keçirdiklərini bildirib. Trumpın bəyanatları Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini açıqlayacağı dövrə təsadüf edir. O, dəfələrlə qurumun idarə heyətinin sədri Jerome Powell-i dərəcələri aşağı salması üçün təzyiq göstərib. Həmçinin Trump sabiq prezident Joe Bidenin imzaladığı bütün sənədləri ləğv etdiyini bildirib. Onun sözlərinə görə, Biden sərəncamlara avtomatik cihaz vasitəsilə imza atıb. Bu səbəbdən Ağ Ev rəhbəri sözü gedən sərəncamları etibarsız hesab edir. Trump onun avtoqələmdən istifadə etməsinin səbəbini Bidenin əqli və fiziki zəifliyində görür. Hətta o, Ağ Evdə liderlərin portretləri asılan divardan Bidenin fotosunu qaldıraraq yerinə avtoqələm şəkli asdırıb. Avtoqələm adətən böyük həcmli və ya mərasim sənədlərində şəxsin imzasını dəqiqliklə təkrarlamaq üçün istifadə edilən cihazdır. Məlumata görə, Amerika Birləşmiş Ştatları prezidentləri məktub və bəyannamələri imzalamaq üçün bu cihazdan istifadə ediblər. Konstitusiya ölkə başçısının bir çox sənədləri, o cümlədən əflər də daxil olmaqla onları avtoqələmlə imzalaya bilərlər. Lakin Trumpın xitam verdiyi sənədlərə əf sərəncamları da daxildir. Biden hakimiyyətdə olduğu müddətdə rekord sayda 4245 əf aktı verib. Bidenin əmr etdiyi əflərdən hansıların avtoqələmlə imzalandığı bəlli deyil. The Guardian yazır ki, federal qanunda prezidentin özündən əvvəlki liderin əf fərmanını ləğv etməsi mexanizmi yoxdur. Prezidentin avtoqələmdən istifadə etmək hüququ var. Bunun fərqi yoxdur ki, kimsə sənin adından istifadə eləyərək sənədi imzalayır. 10 illiklər boyunca bir çox prezidentlər bu təcrübədən istifadə eləyib. Ölkə başçısı sənədi imzalamaq üçün başqasını istiqamətləndirə bilər. Bununla bağlı konkret qanun yoxdur. Bu, təcrübə və hüquqi anlaşma məsələsidir. Həmçinin sənədlərdəki imzalara məhkəmə ekspertləri baxmalıdırlar. Bidenin özünün imzalayıb imzalamadığını ayırd etmək üçün. Əsas niyyət Bidenin nəyi imzaladığını bilməsi ilə bağlıdır. Ola bilər ki, Trump gələcəkdə avtoqələmdən istifadəni dayandırmaq istəyir. Oxşar cihazlardan digər Amerika Birləşmiş Ştatları prezidentləri də istifadə ediblər. Ölkənin 3-cü prezidenti Thomas Jefferson da bu üsuldan yararlanıb. O, poliqraf adlanan cihazdan istifadə edib. Sözü gedən cihaz 2 qələmdən ibarət idi. Sabiq prezident John Kennedy avtoqələmin daha müasir versiyasından yararlanıb. Politifakt yazır ki, 1929 və 2005-ci illərə aid bu istiqamətdə 2 hüquqi sənəd tapılıb. Məlumata görə, Amerika Birləşmiş Ştatları prezidentinin bütün sənədləri əl ilə imzalaması lazım deyil. Bundan başqa, sənədin avtomatik cihazla imzalandığını ayırd etmək olmur. ABC News yazır ki, belə imzalar orijinaldan fərqlənmir. Ekspertlər Donald Trumpın əf və ya əvəz etmələri ləğv etmək səlahiyyətinin olmadığını bildirirlər. Lakin icra sərəncamları istisna haldır. Prezidentin həmin sənədləri ləğv etmək hüququ var.